Ümumqoşun poligonunda hava hücumundan müdafiə bölmələrində döyüş atışları icra edilib. Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit raket komplekslərini idarə etmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir. Atış çalışmalarında OSA və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.